İslamın reseptinə görə xoşbəxtlik sənin ruhundan xeyirxahlığın cücərməsidir. Xeyirxahlığın mələkiyə çevrilməsidir. Minnətsiz səndən yaxşılıqlar baş verir. Xeyirxahlıq cəmiyyət qarşısındakı borc deyil. Cəmiyyətin qarşısında mənim borcumdur bunu eləməliyəm. Hətta burada da bir təmənna var. Xeyirxahlıq fitrətin tələbatıdır. Yəni fitrətən salamatsansa sən xeyir işlərlə məşğul olmalısan. Məsələn bizdə belə bir söz var. Filan kəsin qanı xarab deyil. Yəni qanı xarab olmadığı üçün ondan satqınlıq gözləmirik. Ondan əzlaflıq gözləmirik. İnsanın zatı da salamat olanda, Allahın verdiyi fitrəti pak qalanda ondan gözləntilər odur ki, minnətsiz xeyir işlər görsün. Ondan başqa ondan heç nə baş verməz. Əksəriyyət xeyir iş görər. Amma bulaşmışlar minnətlə eləyər. Və yaxud da strateji olaraq yanaşar. İndi eləyim, sonra mən o qardaşına işim düşər. Əmsi oğluna işim düşər. 2 ildən sonra ona söz deyəcəm. Strateji olaraq yox, minnətsiz eləyir və orada unudur. Allah üçün eləyir. Bu xeyir üçün göndərilmiş insanların fitrətinin tələbatıdır.